qınamayır. Bu nədir, bunu eləmə də. Axı, sən onun vəziyyətində deyilsən. Sən bilin bir necə olardın, onda olan problem səndə olsaydı. Bilin bir necə olar. Birini qınasın, onun elədiyi sənin başına gəlməyincə ölməzsən. Birini bir şeydə qınasan, ittiham eləsin. Bu nə idi, bu nə idi? Belə demə. Siz bilmirsiniz ki, bu necə formalaşır. Sən deyirsən, bu bunu niyə eləyir? Axı, başa düşmürsən, bunun formalaşdıran yüzlərlə amil var. Sən başqa cür formalaşmırsan, o başqa cür formalaşıb. Sənin üçün asan olan şey onun üçün çox çətindir, onun üçün çətin olan şey sənin üçün asandır. Çox fərqlidir bu, çox fərqlidir. Bu mühiti sən öyrənməmiş, bu yaradılışın onun xilqətindən xəbərin olsa, sən heç kəsi qınamazsın. Qınamağa haqqın yoxdur sənin heç kəsi. Ola bilər birinin düşüncəsi azdır, ola bilər birinin tutumu azdır. Sən yoluğu göstər, düzü denən, izah elə, amma qınama heç kəsi. Qınamaq mənfi əxlaqi xüsusiyyətdir. Heç kəsi qınama, heç bir insanı. Bəli, birinə yol göstərmək olar. Hərəkətini tənqid eləmək də olar. Deyir ki, bu düz hərəkət deyil, amma qınamaq olmaz. Bunlar fərqli şeylər. Mən səni qınamaya tənqid eləyə bilərəm. Deyirəm, hərəkətin düz deyil, bunu düzəld. Amma qınamıram. Deyirəm ki, səhv eləmirsən, düzəld, hərəkət səhv düzəld, ürəyin yansın, islahına çalış, amma qınama.